Salam əzizləyicilər. Bu videoda 20 sınaq test toplusundan birinci qrupa aid sınaq imtahanı nömrə 3-ün izahını verəcəm. Dördüncü qrupa aid 10 sınağın izahını yekunlaşdırmışam. Qalıb, yəni ümumi sınaqlar, onların da izahını verəcəm. Bu birinci qrupdakı suallar da əslində bəziləri dördüncü qrupdakı suallara bənzəsə belə sualda şərt dəyişikliyi var. Yəni diqqətli şəkildə oxuyun. Çünki bu sizə həm də nə üçün kömək olacaq? Bir suala bir neçə yöndən baxmağa. Ona görə də qrupunuzdan asılı olmayaraq, 1 və ya 4 olmağınızdan asılı olmayaraq mütləq şəkildə hər ikisini yazın və yaxud izləyin. Suallara başlayaq. Suala başlamadan yenə deyirəm ki, yəni çalışın sualı məndən paralel yazasınız. Bu sizin üçün daha fayda olar. Əgər test sizdə yoxdursa. Birinci sual. Şagird mayaya batırmış cismin həcmini və maye dəyişməklə Arximед qanunu təcrübə olaraq öyrənir. Arximed qüvvəsinin cismin həcmindən asılılığını öyrənmək üçün o təsvir edilmiş hansı hallardan istifadə etməlidir? Arximed qüvvəsinin düsturunu yazsam, F Arximed bərabərdir Rho maye v cisim J. Həcmdən asılılığı öyrənirsə, deməli mayenin sıxlığını sabit götürməliyik. Eyni maye olan hallara baxmalıyıq. Burada baxıram, eyni maye olan hal 1-dir və 2-dir. İkisində də mayələr eynidir, amma həcm dəyişəndə Arximedin necə dəyişdiyini müşahidə edə bilərik. Ona görə cavab 1-2-dir. İkinci sual. İpdən asılmış polad kürəcik kerosinə batırılmış, sonra içərisində kerosin olan stəkan içərisinə su olan stəkanla əvəz olunur. Bu zaman ipin gərilmə qüvvəsi və Arximed qüvvəsi necə dəyişər? Arximed qüvvəsinin düsturunu yazsaq, F Arximed bərabərdir Rho maye v cisim J-dir. Düzdür, burada sıxlıqları verilməyib, amma suyun sıxlığı kerosinin sıxlığından böyükdür. Yəni, Rho su böyükdür, Rho kerosin. Suyun sıxlığı böyük olduğuna görə Arximed qüvvəsi artır. Gərilməni tapsam, T bərabərdir mc çıxılsın F Arximeddir. Çünki cisimləri aşağıya doğru ağırlıq, yuxarıya doğru isə gərilmə və deməli Arximed qüvvələri çəkir. Yəni T mc çıxaq F Arximeddir. Arximed artdığına görə gərilmə azalar. Ona görə Arximed qüvvəsi artar, gərilmə azalar. Cavab A variantıdır. Məsələn, dördüncü qrupda bu sualı digər formasını vermişdi. Yəni sudan kerosinə keçirirdi. Burada isə kerosindən suya keçirik. Ona görə deyirəm ki, bunlara diqqət etmemiz lazımdır. Üçüncü sual. Birləşmiş qabları bir-birinə qarışmayan Rho1, Rho2 sıxlıqlı mayelər tökülmüşdür. H1 35 sm, H2 25, H3 15, Rho1-i hesablayın. Yuxarı hissəni ağardıb, yuxarıda bunu yazacağım. Çünki qarışmağını istəmirəm digər suallarla. Deməli, birləşmiş qablarda bilirik ki, sağda və solda təzyiqlərin bərabərliyindən istifadə olunur. Təzyiqlər bərabər olduğuna görə hündürlük sıxlıqla tərs mütənasib olur. Və təzyiqlərin bərabərləşdiyi yeri tapmaq üçün mayələrin kəsişdiyi yerdən kəsirəm. Buradan götürürəm. Və belə kəsdikdə bütün sildiyim hissə geri qayıtdı. Belə kəsərək hündürlükləri müəyyən edəcəyik. Məsələn, o yaşıl xəttdən üzərdə qalan, yuxarıda qalan. Deyək ki, birincinin hündürlüyünü tapanda H1-dən H3-ü çıxırıq. İkincinin hündürlüyünü tapanda isə H2-dən H3-ü çıxırıq. Bu şəkildə yazım və mayeləri də rəngli göstərəcəm orada. Deməli, burada bu birinci mayenin hündürlüyüdür. Yəni H1 bu qırmızıladığım hissədir. H2 isə buradır. Ona görə H1-i və H2-ni ifadə eləsəm, H1-i burada yazacağım ki, hündürlüyünə görə, daha doğrusu birinci mayenin hündürlüyün yazıram H1 çıxılsın H3. Çünki 3 çıxılır orada, vuraq Rho1 bərabərdir. H2 çıxaq H3 vurulsun Rho2-yə. H1 çıxaq H3 bu 35 çıxılsın 15-dir 20. 20 vurulsun Rho1 1000 bərabərdir. H2 çıxaq H3 25 çıxaq 15-dir 10 vuraq Rho2. Və buradan Rho2 bərabərdir 2000. Hündürlüyü 2 dəfə azdır. Çünki biri 20, biri 10 santimetrdir. Hündürlüyü 2 dəfə azdırsa sıxlığı 2 dəfə çoxdur. Hündürlüklə sıxlıq tərs mütənasibdir.
4. Cismin həcmi mayeyə batan hissəsi 3 dəfə artıranda Arximet qüvvəsi 36 artır. Arximet qüvvəsinin əvvəlki qiymətini tapın. Arximet qüvvəsi həcmlə düz mütənasibdir. Ona görə həcm 3 dəfə artıbsa, Arximet də 3 dəfə artıb. Yazırıq F üstəgəl 36 bölünsün F bərabərdir 3-ə. Buradan 3F bərabərdir F üstəgəl, yəni F1 deyək bunu lab. F1 üstəgəl 36. 2F1 bərabərdir 36. F1 bərabərdir 18. Başlanğıc qiyməti 18 Newton olub. 5. Civə sütununun yuxarıda qalan mayenin təzyiqi neçə millimetr civə sütunudur? Burada havanın təzyiqi deyib, buradakı havanın təzyiqindən gedir söhbət. Bunu P hava kimi götürürəm. Aşağıdan təzyiq göstərənsə atmosfer təzyiqidir. Yəni atmosfer təzyiqi ilə buradakı iki təzyiq bir-birini tarazlaşdırır. Yaza bilərik ki, P atmosfer bərabərdir. P hava üstəgəl rho J H. Və burada havanın təzyiqini tapanda P atmosfer çıxılsın rho J H-dir. Atmosfer təzyiqi 760 millimetr civə sütunudur. Yəni 760 millimetrin yaratdığı təzyiqdir. 2 santimetr civə var. Bu da 20 millimetr eləyir. 760-dan da 20 çıxanda qalır 740. Yəni bunu aşağıya doğru çəkən bu nöqtəyə görə 1, buradakı civənin təzyiqidir, bir də atmosfer təzyiqidir. Üzr istəyirəm, havanın təzyiqidir, yuxarı isə atmosferdir. Bu ikisi bir-birini tarazlaşdırır. 6. Kütləsi 0,8 kiloqram olan cisim suya tam batdıqda 600 qram su sıxışdırıb çıxarır. Cismin mayedəki çəkisini hesablayın. Mayedəki çəkinin düsturunu yazsaq, P maye bərabərdir, mg çıxılsın, F Arximetdir. mg-nin yerinə 0,8 vuraq 10 qoyuram. Arximedin yerinə isə 0,6 vuraq 10. Niyə? Çünki sıxışdırıb çıxartdığı mayenin çəkisi ona təsir edən Arximed qüvvəsinə bərabərdir. 8 çıxılsın 6, cavab olur 2 Newton. 7. Birinci halda suda üzən cismi batan hissəsinin hündürlüyü H1, suyun hündürlüyü isə H2-dir. Cismi çevirib suya saldıqda. Deməli, burada üzdüyünə görə batan hissənin həcmi dəyişməyəcək. Yəni, hansı halda olur olsun, batan hissənin həcmi sabitdir. V batan bərabərdir konstanta. Batan hissənin həcmi sabit olduğuna görə H2 dəyişməz. Çünki suyun səviyyəsi qalxmır. Nə yuxarı, nə də aşağı düşmür. Amma bu batan hissənin həcminə baxıram. Bu həcmi S vurulsun, yəni oturacağın sayəsi vurulsun, H kimi yaza bilərəm. Burada S1-dir, burada S2-dir. Şəkildən də görürük ki, S1 böyükdür S2-dən. Sahə azaldığına görə hündürlük artır. Batan hissənin ayrıca düsturunu yazın burada. V batan bərabərdir, rho cisim bölünsün, rho maye vurulsun, V cisimdir. Burada cismin və mayenin sıxlığı dəyişmədiyinə görə batan hissənin həcmi dəyişmir. Həcm sabitdir. Ona görə H2 hündürlüyü, yəni suyun səviyyəsi dəyişməz. Amma batan hissəyə baxanda oturacağın sayısı kiçilirsə, deməli bu hündürlük böyüməlidir. Ona görə H2 dəyişməz, H1 artar. Y variantı. 8. Müxtəlif mayəyə batırılmış cismin mayədəki çəkisinin Arximet qüvvəsindən asılı qrafikinə əsasən cismin kütləsini hesablayın. Deməli, mayədəki çəkinin düsturunu yazsaq, P mayə bərabərdir, mg çıxılsın F Arximetdir. Biz buradan mg-ni tapsaq, P mayə üstəgəl F Arximet. Hər hansı bir nöqtədən bu nöqtədən götürəndə bu olur 30. 30 Newton da 3 kiloqram deməkdir. mg-yə görə. 9. İplə bir-birinə bağlamış iki kürə maye daxilində tarazlıqdadır. Kürələrin həcmləri V1 bərabərdir 2, V2-dir. Təsir edən Arximet hansılar doğru deyir? Arximet qüvvələri bərabərdir, bu yanlışdır. Həcmi böyük olan Arximet də böyükdür. Sıxlıqlar bərabər deyil, bərabər olsa bu formada olmaz. İkinci kürənin sıxlığı birinci kürənin sıxlığından böyükdür, doğrudur. İp hər iki kürəyə eyni qüvvə ilə təsir edir, bu da doğrudur. Cavab 2, 4, 5-dir. Çünki burada ipdə müəyyən bir gərilmə qüvvəsi yaranır. O gərilmə yuxarıdakını aşağı çəkir, aşağıdakını yuxarı çəkir. Eyni ip olduğuna görə qüvvələr eynidir. 10. İki cisim bir cins mayedə üzür. Üzürsə F Arximet bərabərdir mg'dir. Cisimlərə təsir edən Arximet qüvvələri və cisimlərin sıxlıqları üçün hansı münasibət doğrudur? Suyun daxilində üzdüyünə görə hər ikisinin sıxlığı mayenin sıxlığına bərabərdir. Amma həcmi böyük olanın Arximedi böyükdür. Çünki kütləsi böyükdür.
Sıxlıq eynidirsə, n bərabərdir rho v-dir. Həcmi böyük olan kütləsi böyük olur. Buradan birincinin həcmi az olduğuna görə Arximedi az olur, amma sıxlıqlar bərabərdir. 11. Sıxlığı 400 və 800 olan bir-birinə qarışmayan iki maye sərhədində kürəcik tarazlıqdadır. Onun həcmin, deməli, kürəciyin sıxlığı nə qədər olmalıdır ki, onun həcminin 1/4 hissəsi mayelər arası sərhəddən yuxarıda qalsın. Başdan bunu deyim. Kürəciyə təsir edən qüvvələr aşağıya doğru ağırlıq qüvvəsi seçir. mg bərabərdir 2 dənə Arximed qüvvəsinin cəmidir. 2 dənə Arximed qüvvəsi nədir? Bir üstdəki mayenin Arximed qüvvəsi, bir də altdakı mayenin Arximed qüvvəsi. Bunu xüsusi olaraq yazdım ki, yuxarıda düz durub birbaşa açacağım. Yəni hal-hazırda bu ortada dayanan ya da ki mayələrin arasında sərhədində dayanan kürəyə 3 qüvvə təsir edir. Aşağıya doğru çəkən ağırlıq qüvvəsi və yuxarıya doğru çəkən 2 dənə Arximed qüvvəsi. 2 Arximed qüvvəsi dediyimdə birinci və ikinci mayenin Arximed qüvvələridir. Arximedlərin cəmi ağırlığa bərabər olur. Həmin o bərabərlikdən mg-ni açacağam. Rho cisim, V cisim, J kimi. Bu bərabərdir. Birincinin Arximedini tapanda, deməli, rho 1 vuraq. Birinciyə batan hissəsi. Deyir, onun həcmin 1/4 hissəsi yuxarıda qalsın. 1/4 yuxarıda qalır. Yəni, rho 1-ə 1/4 batır. O zaman 4/3 aşağıdadır. 1/4 V cisim J. Üstə gəl. Rho 2 vuraq. 4/3 V cisim J. V cisim J'ləri buradan ixtisar elədim. Buradan alıram rho cisim bərabərdir. 1/4 vuraq rho 1. Üstə gəl. 4/3 vuraq rho 2. Rho 1 400'dür. 400 vurulsun 1/4. Üstə gəl. 4/3 vurulsun 800. Deməli 100 burada qalır. Burada da 700 cavab, daha doğrusu 600 cavab olur. 700 kiloqram böl metrin kubu. Ən önəmlisi bu kürəni aşağı çəkən qüvvələr, yəni mg, yuxarı çəkən 2 Arximedin cəminə bərabərdir. A bəndidir. 12. Porşen nasos ilə sıxlığı 800 kiloqram bölü kub metr olan, deməli, mayeni hansı hündürlüyə, maksimal hündürlüyə qaldırma olar? Burada atmosfer təzyiqdən istifadə olunduğuna görə P atmosfer bərabərdir. Rho J H yazırıq. Yəni Porşen atmosfer təzyiqini sıxır yuxarı qaldırır. Buradan H-ı tapanda atmosfer 100 mindir. Aşağıda verilib bölünsün 8000. 100-ü 8-ə böləndə 12,5. 13. Təsvir olmuş qaba su tökülür. 1, 2, 3 nöqtələrində təzyiqləri hansı fayda tapılır? Mayenin təzyiqi. Mayenin təzyiqi P bərabərdir rho J H-dır. Hündürlük üstdən hesablanır. Məsələn, 1-ə qədər hündürlük bu qədərdir. 2, 3-ə qədər hündürlük bu qədərdir. Ona görə yazırıq ki, H2 bərabərdir H3 böyükdür H1-dən. Eyni şey P2 bərabərdir P3 böyükdür P1-dən. 1 kiçikdir, 2 ilə 3 bərabərdir. 14. Harmonik rəqs edən cisim tarazlıq vəziyyətindən 10 sm/saniyə sürətlə keçir. Tarazlıqdan bu sürətlə keçirsə, deməli Vmax bərabərdir 10-dur. Periyod 4pi saniyə olarsa, təcilin maks qiymətini tapın. Amax'ı tapanda Amax bərabərdir Vmax vurulsun omeqadır. Buradan omeqanı tapanda omega bərabərdir 2pi böl t. Yəni 2pi bölünsün 4pi omega oldu 0,5. Gətirib burada yerinə qoyuram. 0,5 vurulsun 10. Cavab 5. 15. 15 də deməli digər birinci qrupda, dördüncü qrupda da var idi. Amma orada kinetik enerjini istəyirdi. Burada isə potensial enerjini istəyir. Mən sol tərəfi ağardım ki, onu rahat şəkildə yaza bilək. Deməli, sualın şərtində deyir ki, sərtliyi 100 Newton bölü metr olan yaya bağlanmış cisim F bərabərdir 6 kosinus pt qanunu ilə dəyişən qüvvənin təsiri altında rəqs edir. Rəqsin tam enerjisi 0,75 saniyə ərzində 0,1 zaman alında potensial enerjisini hesablayın. Rəqsin tam enerjisini və 0,75 saniyə zaman alında deməli potensial enerjisini hesablayın. Öncə etamı yazsaq. Etam bərabərdir
F max'ın kvadratı bölü 2K. Niye bundan gedirəm? Çünki F max məlumdur 6'dır. 6'nın kvadratı 36. 36 bölünsün 2K yani 200. Bu da verir %18. Bunu yaza bilərik. 18 vuraq. Daha doğrusu 180 vuraq. 10 üstü mənfi 3. Yani 180 millijoule. Aslında cavab görünür burada artıq. Almışıq cavabı. Amma digərində yəni hesablamalıyıq. Potensial enerjini tapmaq üçün öncə F-i tapmalıyam. F-in düsturunda yazıram 6 kosinus pi vurulsun T'nin yerinə 4'te 3 yazıram. 0,75. Kosinüs 4'te 3 də deməli sinüs pi böl 4'ə bərabərdir. Ad dəyişir orada. Ona görə yazırıq 6 vurulsun sinüs pi böl 4. 6 vurulsun 2'də kökdə 2 bu verir 3 kökdə 2. F məlumdursa y potensial bərabərdir. F kvadratı bölünsün 2K'dır. 3 kökdə 2'nin kvadratı 9 vur 2 bölünsün yenə 200. Bu da verir %9 yani 90 millijoule. Kinetik enerji daha doğrusu tam enerji 180. Potansiyel enerji ise 90'dır. Yarı yarıya bölünüp. Kinetik isteseydi o da 90 olardı. 16. X bərabərdir 20 kosinüs 40 t qanunu ilə harmonik rəqs edir. T bölü 12 zaman alanda cismin sürətini hesablayın. Öncə V-ni tapanda V bərabərdir X ştirikdir. Törəmə alanda kosinüsün törəməsi mənfi sinüs verir. Mənfi bu 0,2'dir santimetr. 0,2'ni 40'a vuranda verdi 0,8 kosinüs 40 T'nin də yerinə yazıram 40 T qalsın belə. Sonra bu 40 T omegadır. Omeganı əvəzləmək üçün yazıram omega bərabərdir 2 pi böl T. Bunu da T bölü 12'ye vuranda T'ler gedir. Burada qalır pi bölünsün 6. Kosinüs pi bölü 6 da üzr istəyirəm. Burada sinüsə keçməlidir. Törəmə alanda ad dəyişməkdir. Ad dəyişməyi unuttum. Çünki bilirsiniz ki kosinüsün törəməsi mənfi sinüs edir. Mənfi də oradan gəldi. Deməli bu 40 T'nin də əvəzinə yazacağım. Yəni omega T'dir. Omega T'nin əvəzinə yazacağım pi bölü 6. Mənfi 0,8 yerində pi bölü 6'da yəni 30 dərəcədə sinüs 0,5'dir. Bu da 0,5'ə vururam. Cavab olur mənfi 0,4. Bir saniye. 20'ni 0,2'ni vuranda 8 eləyir. Mənfi 8. Ən yaxşısı başdan yazım. Vurma səhvi eləmişdim orada. Deməli x v bərabərdir x işlədikdir. Törəmə alanda bu verdi bizə 0,2 vurulsun 40. Yəni mənfi 8 sinus pi bölü 6. Pi bölü 6'ını da bu əvəzləmədən aldım. Yəni omega t'də omeganın yerinə 2 pi bölü t. Kiçik t'nin yerinə isə t bölü 12 qoydum. Və buradan mənfi 8 yerində sinüs pi bölü 6'da da 0,5'dir. Cavab olur mənfi 4. 17. Harmonik rəqs edən cismin təcilin proyeksiya zamanlastıq qrafikində hansı nöqtədə impuls sıfıra bərabərdir? Harmonik rəqslərdə cəmiyyəti iki qrupa bölürdük. Təcil, qüvvə, e-potensial və X. Bunlar bir qrupdaydı. Sürət, impuls, kinetik bir qrupda. İmpulsun sıfır olmaq üçün təcilin maks olmağı lazımdır. Ona görə də cavab 2, 5'dir. Yəni bir qrup maksimum olanda digər qrup sıfır qiymət alırdı. 18. Harmonik rəqs hərəkətdə hansı fiziki cəmiyyət harmonik qanunla dəyişmir? Faza. Fazanın sinusdan, kosinusdan qrafiki olmur. Kinetik enerji dəyişir. Təcilin proyeksiyası, yer dəyişmə. Amma burada da belə bir anlaşılmazlıq var. Dördüncü qrupda götürəndə kinetik enerjini də dəyişmir götürmüşdülər. Ya orada dəyişməz deyilirdi sualda. Bir saniye. Sualı tapım ona da baxaq bir yerdə. Sualı tapdım. Ben orada doğru hatırlamamışam. Orada tam enerjidir. Yani tam enerji dəyişmir. Tam enerji sabitdir. Faza sabitdir. Dəyişən sürətlə yer dəyişmədir. Enerjilərdən də potensial da kinetik də sinüs kosinüs qanunu dəyişir. Dəyişməyən burada yalnız fazadır. 19. Bu yuxarı hissəsində biraz PDF-də solğunluq var, amma oxuyub həll etməyə çalışacağım. Yuxarı hissəsini silim ki, burada yazaq. Və 19 yeni sual olmalıdır. Səhv eləmirəmsə 4-cü qrupda yaylı rəqqasından vermişdi. Burada riyazi rəqqasından verib.
Ben sualı sizin için oxuyum. Deməli 19-cu sualda uzunluğu 98 santimetr olan riyazi rəqqas tarazlıq vəziyyətindən Vmax bərabərdir 3 vuraq 10 3 kök altı 10 sürətlə keçir. Hansı tənlik bu rəqs hərəkətin tənliyini ifadə edir? Rəqs hərəkətin tənliyini qurmaq üçün bir onun omeqasını təyin etməliyik, bir də x maxı. Öncə omeqanı tapanda yaylı riyazi rəqqas üçün omega bərabərdir kök altda, deməli J bölünsün L'dir. Və burada J-ni 9,8 verib, normalda çox vaxt bunu 10 götürürük. 9,8-i də 0,98-ə bölürəm, çünki santimetr verib. Bu verir kök altda 10. Omega kök altda 10-dursa, x max'ı tapanda V max bölünsün omega. 3 kök altda 10'u da kök altda 10'a bölürəm. Bu da verir 3. X omega məlumdur 10'dur. X max da 3'dür. Hərəkət tənliyi olacaq. X bərabərdir 3 kosinus kök altda 10 t. A bəndi. Çünki x'in tənliyini nətər yazırıq? X bərabərdir x max kosinus omega t. 20. Harmonik rəqs edən rəqqaslar üçün Euler-Venn diaqramında uyğun bədləri müəyyən edin. Rəqsin tezliyi rəqsin amplitudundan asılı deyil, bu hər ikisinə aiddir. Rəqs periodu rəqqasın kütləsindən asılıdır. Period kütlədən asılıdır, bu riyazi rəqqasa, yaylı rəqqasa aiddir. Rəqs periodu yer səthinə olan hündürlükdən asılıdır. Hündürlükdən asılı olan riyazi rəqqasdır, çünki hündürlük artanda dəyişir, R dəyişir. Tezlik yalnız sistemin xüsusiyyətlərinə asılıdır. 4 hər ikisinə aiddir. Çünki sistem dediyimiz burada omega kök altda K böl M'dir. Burada omega kök altda J böl L'dir. Sistemdən asılıdır. Rəqs sisteminin xüsusiyyətlərindən. Bu sualın da bu dördüncüsünü ortaya götürmək, yəni doğru cavab çıxmayacaq yəqin ki elə götürsəm, amma ortaya götürə bilmirəm bunu. Çünki nəyə görə? Məsələn, yaylı rəqqasa baxsam, bunun omegası sırf sistemin öz xüsusiyyətlərindən asılıdır. Öz xüsusiyyəti nədir? Çünki bizə nə deyir? Rəqs sisteminin xüsusiyyətlərindən. Yəni asılıdır rəqqasın dən asılan yükün kütləsindən, bir də yayın sərtliyindən. Amma riyazi rəqqasda bir L-dən asılıdır, bir də J-dən asılıdır. J bunun xüsusiyyəti deyil axı, J planetin xüsusiyyətidir. Yəni rəqs sisteminin xüsusiyyəti sayılmır. Ona görə 4-ü ortaya götürə bilmərəm. 4-ü bu tərəfə götürəcəm. Rəqsin ağırlıq qüvvəsinin və elastiklik qüvvəsinin əvəzləyicisinin təsiri altında baş verir. Məsələn, burada da elastiklik qüvvəsi, riyazi rəqqasda biz onu gərilmə qüvvəsi götürürük. Bu da birinciyə gedəcək. Və yaxud da ki, hər ikisinə götürə bilərəm. Bu suala bir ulduz qoyuram. Niyə elastiklik qüvvəsini nəzərə almadım burada? Məsələn, riyazi rəqqasda da əslinə qalsa yay dartıldığına görə gərilmə qüvvəsi, gərilmə də bir elastiklik qüvvəsi olduğuna görə bu 5-i bura əlavə eləmək olar. Amma 2, 4, 3, 5, 1 olacaq. 2, 4-də heç birində yoxdur. Yəni 4-ü verib hər ikisinə. Sırf cavab uyğunlaşsın deyə 4-ü bura yaza bilərəm. Amma yenə qeyd edirəm, ya bu sual qəbula salmazlar yəqin ki. Çünki sual şərtində biraz, cavablarında biraz problem var. Rəqqasın xüsusiyyətlərindən yaylı rəqqasda asılıdır, riyazi rəqqasda yox. Sırf buradakına uyğun cavab götürsəm 2, 3, 5, 1, 4-dür. 21. Sərtliyi K olan yaya bağlanmış M kütləli cisim harmonik rəqs edir. Yerdəyişmənin müəyyən x qiymətinə cismin sürəti V olmuşdur. Rəqsin amplitudunu hesablayın. Buradan enerji saxlanma qanununa görə yazacağım. Kx max'ın kvadratı bölü 2 bərabərdir. Kx kvadratı bölü 2, yəni y potensial üstəgəl mv kvadratı bölü 2. Hər tərəfi 2-yə vursam, buradan alıram k x'in kvadratı, x max'ın kvadratı daha doğrusu bərabərdir. Kx kvadratı üstəgəl mv kvadratı. Və buradan x max'ı tapanda, yəni amplitudu tapanda, kök altda kx kvadratı üstəgəl mv kvadratı bölünsün k. D variantıdır. 22. Uzunluğu 10 cm, riyazi rəqqasın uclarından 2 kq kütləli yük asılmış, yayın rəqsin periodu ilə bir-birinə bərabərdir.
Yaylı rəqqasın yayın sərtliyini hesablayın. Periodların bərabərliyindən, yəni T1 bərabər T2-dən T1-in yerinə 2 pi kök altda L bölü J bərabərdir. 2 pi kök altda M bölü K. 2 pi'lər ixtisar getdi. Kök altdaları apardım. Buradan alıram ki L bölü J bərabərdir M bölü K-ya. Və K-nı tapsam K bərabərdir MC bölünsün L. Cəmiyyətləri yerinə qoyuram. Kütlə 2 kiloqram, J 10, L da 10 santimetrdir, 0,1. 20-ni 0,1-ə böləndə 200. D variantı. 23. Yer səthindən şaquli yuxarı atılmış, yuxarı atəş açılır. Səs və güllə eyni vaxtda 680 metr hündürlüyə çatır. Səsin havada yayılma sürəti 340 qəbul edərək güllənin başlanğıc sürətini hesablayın. Eyni vaxt məsələsinə görə güllənin, daha doğrusu səsin sürətini bilirik. Səsin havada sürəti sabitdir, yəni səs bərabər sürətlə gedir. Məsafəni də bilirik, beləcə zamanı tapa bilərik. Sonra bu zamandan istifadə edib güllənin başlanğıc sürətini taparıq. Çünki güllə bərabər təcilli, daha doğrusu bərabər yavaşdan hərəkət edir. Yerə doğru ağırlıq çəkdiyinə görə. Eyni sual 4-cü qrupda da var idi. Yəni bu pis sual deyil. Maraqlı hazırlanmış suallardandır. Sadəcə güllənin hərəkətinə şaqıl yuxarı atılmış cismin hərəkət kimi baxacağıq. Yəni getdikcə yavaşlayacaq. Deməli, 23-cü sualı yuxarıda yazdım. Digər suallar üçün də ehtiyac olsa yer qalsın. 23-də öncə zamanı tapacağın T bərabərdir S bölünsün V səs. S 680, səsin sürəti 340-dır. Deməli, zaman 2 saniyədir. Güllənin yuxarı hərəkətində isə S-i bu düsturla yazırıq. S bərabərdir V0T çıxılsın JT kvadratı bölü 2. Bu bərabərdir 680-ə. Çünki 680 metr hündürlüyə qalxıb. Yer dəyişmə də hündürlüklə eynidir. T'ni bilirik, T2-dir. V0 axtarırıq. Ona görə yazıram 2V0 çıxılsın. J'nin yerinə 10, T'nin yerinə 2 qoyanda 4 bölü 2 bərabərdir 680-ə. Buradan 2V0 bərabərdir 42 böldüm 20, 680 üstə 20 gəlirəm 700. V0 bərabərdir 350. 350 metr bölək saniyə ilə çatır həmin nöqtəyə. Daha doğrusu başlanğıc sürəti 350-dir. Sonra 24. Mexaniki dalğanın qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Dalğa uzunluğu 20 santimetrdir. Dalğa uzunluğu bir rəqs ərzində yayıldığı məsafədir. Bir rəqs bura qədərdir. Buradan baxıram ki, 20 santimetri verib 4 damaya uyğun, amma 5 damadır. Ona görə də dalğa uzunluğu 25 santimetrdir. Eninə dalğadır. Bu da doğrudur. Çünki rəqsin istiqaməti yuxarı aşağı, dalğanın istiqaməti isə sağadır. Və rəqs amplitudu 20 santimetrdir. Bu da doğrudur. Çünki amplitud bu hissədir. 5,05 metr veribsə, yəni 50 santimetrdirsə, 2 damada olacaq 20 santimetr. Cavab 2, 3 və 5-dir. 25. Yenə sol tərəfə ağardım ki, 25-i izah edə bilim. 25-ci sual. Sual deyir ki, qabın dibinin sahəsi 1300 kvadrat santimetrdir. Qaba 319 litr su tökülərsə, qabın stola təzyiqi nə qədər artar? Boş qabın stola göstərdiyi təzyiqi tapanda bunu yaza bilərəm. Deməli, P bərabərdir. MC bölünsün S. Bu P1-dir. P2-ni tapanda isə P2 bərabərdir MC böl S, yəni qabın öz təzyiqi üstə gəl. M su vur J bölünsün S-dir. Suyun kütləsini tapanda M su bərabərdir rho V. Suyun sıxlığı verilib 1000. Həcm 319 litr. 319 vuraq 10 üstü. Deməli, mənfi 3 kub metrə çevirdim bunu. 10 üstü 1000-lə bu getdi, qaldı 3,9 kiloqram. Və bunu yazırıq. MC bölünsün S üstəgəl 3,9 ona vuranda 39 kvadrat santimetrdə kvadrat metrə çevirəndə verir. Deməli 1300 vurulsun 10 üstü mənfi 4.
O da sıfırdan %13 edir. Və bölürük sıfırdan %13'e. Burada da P2'ni təzədən aşağıda yazsam. P2 bərabərdir. MC böl S üstə gəl. 39 sıfırdan %13'e böləndə 3900 böl 13. Bu da verir 300. Başlanğıc buradadır. Sonda buradadır. Nə qədər artdığını görürük buradan. Yəni P2 çıxaq P1'i tapsaq. P2 çıxılsın P1 bərabərdir 300'dür. 300 Pascal artıb. Yaxşı sualdır. 26. Yaylı rəqqas 2 sm amplitudlu harmonik rəqs edir. Rəqsin tam enerjisi 0,3 joule olarsa, tarazlıq vəziyyətindən hansı məsafədə cismə təsir edən qüvvə 25, 22,5 Newton olar? Öncə buradan tam enerjinin düsturunu yazsam, bu 26-cı sualın həllidir. E tam bərabərdir. Cover olsun. X max'ın kvadratı bölü 2. Buradan K'nı tapacağım. K bərabərdir. 2 tam bölünsün x max'ın kvadratı. Yəni 2 vurulsun 0,3 bölünsün x max 2 santimetrdir. 2 vuraq 10 üstü mənfi 2 kvadratı olur. 4 vuraq 10 üstü mənfi 4. Deməli bu verir 10 üstü 4'ü yuxarı çıxarsam 2 vurulsun 3 vuraq 3 dənə 0 bölünsün 4. Cavab olur 1500. Sərtlik 1500'dürsə biz buradan x'i tapanda x bərabərdir. F bölünsün K. F'in yerinə 22,5 bölünsün 1500'e. Sürət məxrəci 2'yə vururam. Aşağı olur 3000. Yuxarı olur 45. İxtisar aparanda 15'e. Yuxarıda 3 qalır. Aşağıda qalır 200. Bu da verir 1,5 santimetr. Çünki bu 1000'də 15 eləyir. 1000'də 15 də 1,5 santimetr deməkdir. Cavabı santimetrdən istəyir bizdə. 27. Su ilə tam dolu, ağzı bağlı 1-2-3 qabları üçün uyğunluğu müəyyən edin. Bir qabı. 1-2 yuxarı doğru genişlənən qabda burada təzyiq qüvvəsinin 3 içində təzyiq qüvvəsinin düsturunu yazsaq F təzyiq bərabərdir. Məsələn, ikinci qabda F təzyiq mg'yə bərabərdir. Birinci qabda F təzyiq kiçikdir mg'dən. Qab daha geniş, daha çox su tutur. Burada isə F təzyiq böyükdür mg'dən. Yuxarıya doğru daralan qab olanda deməli oturacağın sayısı daha böyük olduğu üçün belə deyirik. Əslində bunu tam dəqiq üçüncü üçün demək olmaz qabın formasına görə. Gərək hündürlüklərin eyni olduğu deyilsin. Deməli, mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi mayenin öz çəkisindən böyükdür. Təzyiq qüvvəsi çəkidən böyükdürsə bu yuxarıya doğru daralan qabdır. Yəni 1'ə getdi A. 1'ə yox, üzr istəyirəm. 2, 3'dür. 3'ə getdi A. Buradan qeyd edeyim elə. Digər suala problem yaratmasın. Mayenin qabın dibinə təzyiq qüvvəsi öz çəkisindən kiçikdir. Bu B qabına aiddir. Bərabərdir. Bu da C qabına aiddir. Qabı tərsinə çevirdikdə qabın dayağa təzyiqi artar. Qabın dayağa təzyiqi P bərabərdir. F bölü S'dir. Yəni mg bölü S'dir. Sahə azaldığına görə artan deməli üçüncü qabdır. Çünki üçüncü qabı tərsinə çevirəndə oturacağın sayəsi azaldığına görə qabın dayağa göstərdiyi təzyiq artır. Qabı tərsinə çevirdikdə qabın dayağa təzyiqi azalar. Qabın dayağa təzyiqi azalar. Bu da birinci qaba aiddir. 1'ə BY, 2'yə C, 3'ə AD. Sahə artdığına görə azaldı. 28. Sınaq şüşəsinə içərisində su olan menzurkaya daxil etdilər. Bu zaman suyun səviyyəsi 100'dən 120'yə qədər artdı. Əgər sınaq şüşəsi suda üzərsə, onun sudakı çəkisi nəyə bərabərdir? Deməli, şüşə üzdüyü üçün F Arximet bərabərdir. mg şərt ödənir. Və P maye bərabərdir. mg çıxaq F Arximet bərabərdir 0'dır.
Yəni şüşə üzdüyü üçün ona təsir edən Arximet qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Mayedəki çəkini də mc çarpı Arximeddən tapdığımıza görə mayedəki çəki sıfıra bərabərdir. 29. Şaqilə asılmış yaylı rəqqas ən kənar aşağı vəziyyətdən ən kənar yuxarı vəziyyətə doğru hərəkət edir. Tarazlıq vəziyyətə doğru. AO və OB hissəsində yaydan asılmış cismin yer səthinə nəzərən potensial enerjisi və kinetik enerjisi necə dəyişər? Bunu elə iki hissəli yazaq. Güvən imtahanlarına da bu tip suallar düşürdü. Hər hissəni ayrıca yazsaq daha yaxşı olar. Deməli, AO hissəsində cisim yuxarı qalxır ya da yuxarı hərəkət edir. H artır, potansiyel enerji artır. Çünki potansiyel enerjinin düsturu mgh''dır. Cisim kənardan tarazlığa doğru gəldiyi üçün yeyinləşən hərəkət edir. Yəni Y kinetik artır. Deməli, AO hissəsində hündürlük artdığına görə potensial enerji artdı. Sürət artdığına görə kinetik enerji artdı. Hətta bunu nə tərdə yaza bilərik? AO hissəsində F elastiklik müsbət iş görür. Müsbət iş gördüyünə görə kinetik enerji artır. Çünki elastiklik də bunu yuxarıda artır, hərəkət də yuxarıdır. İndi keçdik OB hissəsinə. OB-də yenə H artdığı üçün Y potensial artır. Amma tarazlıqdan kənara getdiyi üçün Y kinetik azalır. Çünki tarazlıqdan kənara gedəndə artan təcillə yavaşlayan hərəkət edir. Yəni kinetik iki cür dəyişdi. A-dan O-ya tarazlığa gəldiyinə görə kinetik artdı, O-dan B-yə kinetik azaldı. Potensial isə hər ikisində yerdə olan hündürlük artdığına görə artdı. Çünki potensialın düsturu mgh''dır. Yenə kinetik enerjinin dəyişməsini işin mənfi olmağı ilə izah eləmək olar. Çünki O-dan A-ya gedəndə hərəkət yuxarıda, amma qüvvə geri olur. Qüvvə geri olduğuna görə A kiçikdir sıfırdan, mənfi iş görür. Mənfi iş görürsə kinetik enerji azalır. Ya da O'dan A'ya, O'dan B'yə yavaşlayan hərəkət edir. Artan tezlə yavaşlayır. Yavaşlığına görə sürət və kinetik azalır. 30. Yer səthində riyazi rəqqasın rəqs tezliyi 0.6-dır. Tezliyin yer səthinə olan hündürlükdən deməli asılı qrafikini müvafiq qiymətlərini yazmaqla qurun. Öncə nü-nün düsturunu yazanda nü bərabərdir. 1 bölünsün 2 pi r kök altda j-in bölək l-dir. Bu 0.6-dır. Yəni h sıfıra bərabər olanda nü 0 buradadır. 0.6. Daha sonra nü 1'i tapası olsam nü 1 bərabərdir. 1 bölünsün 2 pi r üstəgəl h. H-ın yerinə r qoyanda r üstəgəl r kök altda j-in bölək l-dir. Yəni bu nə verir mənə? Nü 0 bölünsün 2. Çünki məxrəc 2 dəfə artır. Ona görə r-ə uyğun olan qiymət olur 0.3. Sonrasında isə h bərabərdir 2r yerinə qoyanda burada artıq nü2 bərabərdir. 1 bölünsün 2 pi vurulsun 3r, yəni h-ın yerinə r qoydum. Kök altda j-in bölək l. Bu da nə verir? Nü 0 bölək 3. 0.6-nı 3-ə böldük. 0.2. Bu da 0.2'dir. Və qrafik olur bu şəkildə. Ən yaxşısı qrafiki qurum, tərs məxrəcdə asılı olduğuna görə, məxrəcdə olduğuna görə tərs asılıdır. Qrafik qurum, sonra üzərinə qiymətlərini yazın. Çünki belə çox səliqəsiz çıxacaq. Deməli, bura 0.6-dır. Bura 0.3'dür. Bura isə 0.2'dir. Yerdən uzaqlaşdıqca riyazi rəqqasın tezliyi bu qanunla, tərs mütənasib qanunla azalır. Yer səthinə bir qiymət olduğuna görə bir qiymətdən başlayıb azalır.
Beləcə 20 sınaq test toplusundan birinci qrupa aid 3-cü sınağında izahın yekunlaşdırdım. Yenə də xatırladım. Bu sınaqlar və daha çoxunu əldə etmək üçün sınaq qrupuna qoşula bilərsiniz. Sınaq qrupunda biz artıq ikinci hissəyə çatmışıq. Ətraflı məlumat deməli açıqlamada yerləşdirilib. Hər birinizə uğurlar, sağ olun. Növbəti videolarda görüşənə qədər.